Mən bura gəlib yağışın gözəlliyini görmüşəm. Hı, 15 dəqiqəyə hazırdır. Füzuli çörəyi. Kəsin bu xırçıltını hiss edəsiz. Bura Füzulidir. Yazılan yeni tarixin başladığı, yaddaşlarda döyüşlərin ağırlığı ilə iz salan torpaq. Bir zamanlar səssiz qalan küçələrdə bugün uşaq gülüşləri əks-səda verir. Qarşımızda artıq dağıntılar yox, ümidlə ucalan evlər, həyat dolu ailələr var. Onlardan biri də Hüseynovlar ailəsidir. Anar bəy və Arzu xanım birlikdə çörək sexində çalışırlar. Onlar yalnız çörək bişirmir. Bu torpaqda yenidən qurulan həyatın hərarətini yoğururlar. Hər bişən çörəkdə isə həm zəhmətin, həm də qaydışın dadı hiss olunur. 14-15 yaşında çıxmışam Füzulidən. Buranı da ki, uşaqlığım keçib, məktəb illərim keçibdi, orta məktəb illərim keçibdi. Çox gözəl xatırlayıram. Köçməyinə qədər ən xoşbəxt günlərim olubdu. Son Füzulidə olduğumuz gün 1993-cü ilin martın 16-sı Papaqatlı günü idi. Nənəm bizdə qovurqa deyirdilər. Qovurqa sazın üstünə qovurqa qovururdu. Həmən o qovurqa sacda qaldı, atdılar. Biz onunla da Füzulidən çıxdıq, getdik. O dövrdə güclüydük, o dövrdə silahımız yox idi, komandirimiz yox idi bizə əmr eləyən. Amma indiki 44 günlükdə bizim ordumuz da güclüydü, komandanımız da güclüydü. Hamı bir yumruq oldu, bir nöqtə ilə eyni yerə getdik, eyni şeyi dedik. Ona görə biz qalib olduq. Füzuli ağamlı. O söz deyəndə o ifadə eləyə bilmirəm də o qədər ağladım, hönkürə-hönkürə o qədər ağladım ki. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır. Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən demişdim ki, Füzuli xəbərin kim desə, Füzuli alınıb, diz çöküb, ayaqlarından öpəcəm. Dediyim kimi də elədim, elə öz anama qismət oldu. Getdim anamın qarşısında diz çöktüm, anamın ayaqlarından öpdüm. Mən Füzulini görməmişəm. Elə bura Bakıya gəlin getmişəm, oradan gəlmişik bura. Mən elə bilirdim ki, elə burada doğulmuşam, burada yaşamışam. O qədər mənə yaxşı, şirin gəlir vətənimiz. Bakıda yaşayanda evdə pişirirdim, o biraz mənə çətinlik gəlirdi. İndi burada şükür Allah, yaxşıdır. Səhər durub gedirəm, işlərim hamısı yaxşı, pişiririk, satışımız da olur. Hər şey yaxşıdır. Vaxt elə hardan gəlir, hara gedir, bir də baxıram ki, axşam düşür. Bura ilk köçənlərdənik. Elə bil ki, anadan təzədən doğulmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, veteranlarımızı qorusun Allah Taala, ordumuza dəyməsin, Ali Baş Komandanımıza Allah sağlasın. Fəaliyyətim, məşğulluq sağ olsun, məşğulluq bizə şirniyyət ləvazimatları veribdir, pekarm üçün ləvazimatlar veribdir və dövlət də sağ olsun bizə obyekt veribdir və elə yoldaşımla birgə əl-ələ verib çörək istehsalatı ilə məşğulub. Bərəkətli olsun. Xoş gəldin. Çox sağ ol. Saat 11-ə 20 dənə zakaz var, xeyir işli, onlara elə... Hə, çatdırarıq.
az müddətdə heç bir yerdə görsənməyibdi ki, bu cür şəhər qurulsun. Bunun Azərbaycan bazarı. Şəraitimiz Allah'a şükür əla, super. 30 il Bakı bizə qucaq açıb, mən Bakıda yaşamışam. Yağış yağanda bizim başımıza damıbdı. Yağış yağanda qarajda bizim başımıza damıbdı. Mən bura gəlib yağışın gözəlliyini görmüşəm. Şəraitim var. O gözəlliyi mən burada görmüşəm. Deməli, yağışdan gözəl nə varmış həyatda. Qolum, qanadım burada açılıb, elə bir, belə deyək də, hara istəyirəm gedirəm, hardan istəyirəm də gəlirəm. Özüm tək. Qolu qanada açılan tək Anar bəy deyil. Bugün hər bir Azərbaycanlının ürəyində illərlə qısılan ümidlər boyatıb. Səsi sorağı bu torpaqlardan ucalaraq bütün dünyaya yayılıb. Artıq bu torpaqlarda nə yad ayaqlar, nə həsrət var. Çünki biz buradayıq. Bu torpağın əsl sahibləri. Təbrik edirəm. Can sağlığı, uşaqlara yaxşı baxın, yetişdirin. Vətənpərvər olsunlar, vətənə bağlı olsunlar. Bizim qəhrəmanlar kimi şöhrətimizi göylərə qaldır. Sağ olun. Gülçin Cəmil, Mircavid Eminoğlu, Report Az.